Salam dostlar, bu günləri mən dostumla, Ruslanla çölə çıxdıq, gəzməyə getdik və beləliklə Sankt-Peterburq şəhərinin bəzi yerləri ki var, onları gəzməyə getdik və burada bizim qabağımıza Neva çayı çıxır, yəni bildiyiniz Neva çayıdır, yəni başqa yeridir. Bəzi yerləri var və burada biraz gəzintiyə çıxdıq və burada bir nəfər yaxınlaşdı, qız var idi. Bizlə şəkil çəkdirdi, yəni maraqlı bir şəkil oxşuyur. Və ondan sonra biz getdik, deməli burada da sizə indi məlumat verəcəm bu haqqında və bu gördüyünüz bina Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Nevski prospektində yerləşən məşhur Singer binasıdır və ya Singer evi kimi tanınan tarixi memarlıq abidəsidir. Bina 1902-ci il, 1904-cü illərdə məşhur Singer tikiş maşınları şirkətinin Rusiyadakı baş qərargahında qərargahı kimi memar Pavel Suzor tərəfindən inşa edilmişdir və onun keçdiyi arxa tərəfinə və bu gördüyünüz bina Kazan kilsəsi gedir, Rusca Kazanski Sabor gedir və belə deyək, bundan əlavə bir çox SSR dövrünün filmləri, məsələn İtalyanların Rusiyada ağlasığmaz macəraları bu kilsə əsas kadr daxilində görünür. Kazanski kilsəsi 1801-ci il, 1811-ci illərdə memar Andrey Vanovich tərəfindən tikilmişdir. Romandakı müqəddəs Pyotr Bazilikasına bənzəyir. Sankt-Peterburqun ən görkəmli tarixi abidələrindən biridir. Və orada gördüyünüz kimi şəkilləndə və burada gördüyünüz tarixi muzeyidir, yəni orada girib baxa bilirsiniz. Bəzi şəkillərin qaydı orada qoydum sizlər üçün. İndi keçirik, buranı göstərdikdən sonra biraz tez bazar dedim uşaqlar, üzr hesab eləyəsiniz. Keçirik indi yollarda yavaş-yavaş gedirik, irəliləyirik. Bir çox gözəl yerlər var. İndi onları sizlər üçün çalışdığım qədər məlumat verməyə çalışacağam. Və bu gördüyünüz bina, indi göstərəcəm sizə, bina deyilməz, heykəl 2-ci Katerina abidəsidir. 1873-cü ildə imperatorun taxta çıxmasının 100 illiyi münasibəti ilə ucaldılır. Və dövrünün ən məşhur sərkərdələri və dövlət xadimlərinin Suvor, Potyomnik və sairə fiqurları yer alıb. Yəni ondan sonra gedirik, Ruslan da yorulunda nə qədər yer gəzmişik və burada gördüyünüz bəzi yerlər ki var, indi göstərəcəm sizə. Bax, bu binanı gördüyünüz bu bina məşhur Yelisev mağazasıdır. Tarixin və memarlıq bina 1902-ci, 1903-cü illərdə memar Gavril Baronski tərəfindən Yelisey qardaşları ticarət ortaqlığı üçün inşa edilmişdir. Modern üslubunun ən parlaq nümunələrindən biridir. Belə, yəni gördüyünüz kimi çox gözəl binadır. Yəni həqiqətən də heyrətamiz olduq. Yəni bundan sonra gedirik qabağa, daşı, yəni belə deyək də, çox gözəl binadır. Yəni çox adama, yəni yaxından baxdığı zaman çox gözəl görsən. Və bu da gördüyünüz Neva çayının bəzi hissələridir. İnsanlar burada istirahət edirlər, burada katerlərə minib, yəni gəzdirirlər Neva çayının baş tərəfindən, bu tərəfindən çıxıb. Yəni şəhərin için hər tərəfli quruq ata bilirlər, yəni belə desək. Yəni belənçinə. Ondan sonra yəni gördüyünüz kimi şəkillərdə bəzi hissələrini qoymuşam, bəzi hissələrini öz şəkillərimi də qoymuşam. Gördüyünüz kimi çəkirəm bu hissələri. Hər tərəfli çalışıram ki, çəkə bilim sizlərsə, həm də səsləndirim. Səsküy çox idi deyə ona görə səslərini aldım. Və beləliklə indi gedirik başqa bir tərəflərə. Burada indi qaleriya tərəfə gedəcəyik. Gördüyünüz yox, qaleriya deyil, bura başqa yerlərdir. Bu binaları keçəndən sonra keçəcəyik indi qaleriyaya. Çox gözəl idi, mənim xoşuma gəldi. İndi bu binalar, gördüyünüz binalar çox tarixi binalardır. Yəni dünyada gözəl bir yerlərdən biridir. Yəni Sankt-Peterburq şəhəri, yəni sayılmış, seçilmiş gözəl bir yerlərdən biridir. Yəni məşhur o qaleriya dedikləri bu Leningradski vağzaldır. Bu hissədə Nevski prospektdə yerləşir. Bundan sonra gedirik
qalereyaya bəzi hissələri var ki, burada tez bazar keçəcək yollarıdır. Çox gözəl, qəşəng yolları var. Mənim həqiqətən də xoşuma gəlir bu yana. Bax, gördüyünüz kimi Gorod Leningrad, yəni köhnə adıdır da, yəni Leningrad gedir. Bax, bu hissədə gəldik, bura qalereyaya gedəcək. Burada da ki, məşhur böyük bir bazar kimidir də. Yəni bazar deyil, ticarət mərkəzidir. Və burada Ruslanla burada söhbət eləyirlər, yəni buradan biraz söhbət eləyir. Ruslanla zarafatlaşa, yəni burada deyirəm ki, hücum müharibədə olur, hücum verirlər. Siftafar yaşı alan kimi, yəni burada hücuma keçirik burada. Burada deyirəm, öpürəm sizi. Yəni vlogumuz yəni başqa cür oldu. Buradan biraz tez bazar keçirdirəm. Burada qarmon çalan var, biraz söhbət edirik. Yəni bura havasından, abu havasından, insanlarından və qalereyanın qabağına çatırıq. Burada solda gördüyünüz o qazanxanadır. İnsanlar soyuq olduqda yəni gəlirlər. Siqaretlərini çəkirlər, istirahət edirlər də soyuqlanan və qalereyaya giririk. Burada bir-iki dənə özümüzə baxırıq da. Ruslan istəyirdi ki, bir şey alsın, amma buranı tezləşdirmişəm. Orada qız bizdən soruşur ki, telefonunuz zaps getmir də, qayd eləmir. Dedim ki, yo, gedir. Deməmişim, baxdım həmin vaxtı qayd gedilmiş, qızlar pərt oldu. Nəysə, buradan gedirik Ruslanla, burada sonra açqılara baxacaq. Açqı yəni eynək deyirdi Azərbaycan dilində. Eynəklərə baxırıq, birinin qiyməti 30.000 idi. Ondan sonra dedim ki, sən Allah gəl çıxay Ruslan. Bizlik yer deyil bura. Yorğanımıza görə atalar bir sözü var. Yorğanımıza görə ayağımızı uzadaq. Ona görə də buradan çıxdıq. Yəni düzdür, almaq olardı və bundan sonra gəldi Zenit futbol komandasının formaları, orijinal yerinə gəldi. Baxdı burada formalara. Çox gözəl formalar var idi. Həqiqətən də mən keyfiyyət tərəfdən çox möhtəşəm idi. Yəni baxdıq burada. Sonra keçdim bu tərəfində başqa cür köynəklər vardı. Onların öz firmasının köynəkləri idi. Çox xoşuma gəldi materialları, çox qəşəng idi. Həqiqətən insanı yəni cəlb edirdi. Yəni amma qiymət tərəfindən çox bahalı idi. Mən yəni ona görə də yəni uzaqlaşdım oradan. Çox yaxına getmədim. Almaq olardı, amma yəni büdcəyə uyğun deyildi. Uşaqlar üçün də belə bir paltarlar var idi, amma çox da dərinə getmədim. Çünki o məqsədlə gəlməmişdi, başqa bir şey alacaqdıq. Ona görə baxdım burada paltarlara baxa gördüm ki, yox, bizlik bir şey yoxdur. Ona görə də burada şarflar var, qəşəng şarflar vardı. Çox xoşuma gəldi. Papaqları çox gözəl idi. Ondan sonra dedim ki, gəl gedək Ruslan. Yəni hələ ki almağa dəyməz. Futbol başlandan sonra alacağıq inşallah. Və beləliklə çıxdıq çölə sonlandırmaq üçün videonu və dostlar, umarım video xoşunuza gəldi. Qısa vlog olsa da, yəni çalışdım, səhərdən çıxmışdı, axşam gəldi. Yəni çalışdığım qədər çalışdım ki, videonu maraqlı edeyim. Yəni sizə məlumat biraz da olsa, yəni çatdıra bilim. Ona görə də hardasa səhv eləmişəmsə, hardasa dil səhvi olubsa, yəni üzrdə hesab edin, öpürəm sizi və belə videoların gəlməyini istəyirsinizsə yazın. Çalışacağam ki, yaxşı videolar çəkim inşallah. Azərbaycanda da vloglarım olacaq. Biraz başqa tür istəyirəm bu səfər çəkim. Maraqlı istəyirəm. Bəzi videolar var ki, eyni formada olmasın, hər kəsin çəkdiyi kimi olmasın. Ona görə də öpürəm sizi dostlar. Buradan sonra çıxırıq. Buradan axşamlar burada, yəni bunu da onu da deyim ki, sizə burada maşınlar düzülür. Cürbəcür tuning maşınlar deyim də, belə bir şeylər deyim də sizə. Burada polislər zatlar qalır, yəni onlara nəzarət edirlər. Çox gözəl görsənir. Axşam da inşallah bir vaxt eləyə bilsəm, sizlər üçün belə bir video çəkəcəm və bundan sonra da sizdə videonu sonlandırıram. Burada da sağollaşdırıram. Deyirəm Ruslan, sağollaşaq dostlarla. Öpürəm sizi. Sağ olun. Like atıb abunə olmağı unutmayın.